İkisini bulgurla eləmişik. Bunlar amma bulgursuz olacaq. Neyinirik? Biz bu sousdan, beyaz sousdan qoyuruq. Bir porsiya 3 ədəd gedir. 3 ədəd az. Niyə görə? Bu çox sousla da eləyəndə o qədər istədiyimiz effekti ala bilmirik. Ona görə çox bişirmirik. Yəni pendir üstündən axıb getməsin. Sadə bir şey deyəcəm indi sizə. Əsasda yəni can əti bilirsiniz də qüvvətli olduğuna görə, tərkibində göbələk qızarması yağ soğanla olduğuna görə çox adamın ürəyini vurmasın deyə, yağlı olmasın. Ona görə də biz bu turşudan istifadə eləyirik. Buyurun. Düzgün deyin, bəyəndiniz, bəyənmədiniz? Sizə sağ ol ki, tələbələrə sağ ol ki, çox qəşəng can ətini çox səliqəli döydülər. Çəkilişdə də görəcəksiniz, çox səliqə reabilitasiya mərkəzinin tələbələridir. Maşallah olsun. Mükəmməl uşaqlar. Özünüz alqışlayın.